Hamıya salam. Bu videoda biz listening haqqında danışacağıq. Amma mən bu videoda sıfırdan necə inkişaf etdirmək lazımdır, o haqqda danışmayacağım. Sadəcə olaraq sizə imtahanda 13 aprel, 20 aprel, 27 aprel və yaxud da ki, indi struktur dəyişməsə, gələn ildə bu formatda qalsa, 2026-cı ildə iştirak eləyəcək və yaxud da ki, digər illərdə də iştirak eləyə biləcək şagirdlər imtahanlarda, sınaqlarda hansı taktikalardan istifadə etməlidirlər, onlardan sizə danışacağım bu formada. Hal-hazırda gördüyünüz sınaq OTK-nın 2 mart tarixi, 2 mart 2025 bu tarixli sınağıdır və mən bu sınağı paylaşaram Telegramda, gedib əldə edərsiniz. Bu arada həmin bu 81-ci sualın izahını mən vermişəm. Hansı videoda vermişəm? Videonun adı belədir: Writing Part 3. Üçüncü hissə, Writing-in üçüncü hissəsində bu formada öz tələbəmin yazdığı nümunədir. Onun üzərində izahlar vermişəm ki, bu necə edilməlidir. Məsələn, tələbəm nələrə diqqət edib və tam bal alıb, siz nələrə diqqət edib tam bal ala bilərsiniz və s. və laxır bu formada taktikalar vardır orada. Okey, gəlin indi başlayaq. Bilirsiniz ki, 9-cu sinifdə necə olur? Bir mail about sualı var. Bir dənə bu cür ayrıca bir sual düşür. Sonra yenə tamamlama sualı və yaxud da ki, düzdür, yanlışdır, belə bir formatda düşür. Bir də deməli true false. Bu formada məsələn bir sualdır, bir tapşırıqdır daha doğrusu. O tapşırığın içərisində 4 dənə daha alt tapşırıq var və bunun qabağında true və yaxud da ki, false olaraq belə qeyd eləyəcəyik. Bu qədər. Yəni struktur bu cürdür. Okey, bəs yaxşı. Biz nələrə fikir verməliyik qrammatik olaraq? Siz nələrə fikir verməlisiniz? Bax, burada yazmışam və niyələrini də bir-bir açıqlayacağım. Mənə diqqətlə qulaq asırsan, yaxşımı? Yəni buna qulaq asdın. Hal-hazırda dediyim kimi bugün ay neçəsidir? Bugün aprelin 7-sidir, 2025-ci il. Aprelin 13-də 6 gün, 5 gün, imtahanın bir gün əvvəl çalışmayın. 5 gün vaxt var ki, 9-lar tapşırıqları işləsinlər və s. 20 aprel, 27 aprellərdə işləyir, sizin daha çox vaxtınız var. Bu dediklərimi eləyən şagird, məsələn, deyək ki, 4 dənə sualdan 2 dənəsini yazırsınız. Bunları eləsən, bax, hər gün 5 dənə listening və s. çalışsan, sən əmin ola bilərsən ki, sən çalışa biləcəyin vəsaitlər belə Telegramda paylaşmışam. Yəni, get mənim Telegramı fayllar olan hissəni eşələ tapacaqsan. Yəni, bunları eləyən şagird bu belə nəticə göstərirsə, yəni 4-də 4 yaza bilər imtahanda. İndi sən mənə diqqətlə qulaq asmalısan ki, sən nəyə diqqət eləməlisən? Getdik. Deməli, birincisi proposition'a baxmaq lazımdır. Məndən burada birinci, ikinci söhbət yoxdur ki, birinci buna bax, ikinci buna bax, yəni hər şeyə baxmalısın. Buradakı hər şeyi nəzərə almalısan. Qrammatik baxımdan proposition'a baxmalısan, tamam mı? Məsələn, sən burada verib on the Caspian Sea, bəlkə də sənə burada şey deyir, on the Pacific. Bu sıdır. Pacific Ocean. Sakit okean. Bəlkə bu da sakit okeandır. Yəni, burada proposition'dan sonraya və özünə hökmən diqqət etməlisiniz. Bax, bu səbəbdən diqqət etməlisiniz. Artikla diqqət etməlisiniz. Nəyə görə, hansı səbəbə görə artikla diqqət etməliyik. Ona görə ki, məsələn, sizə an artiklı verir. Təbii ki, birini verir də. Ondan sonraki sözü mütləq vurğulayacaq. On the Caspian Sea, bax, bu formada. Əksər yəni bunu vurğuluyur. Yəni, siz burada an artiklını deyəndə və yaxud da ki, the article-ını deyəndə, ondan sonraki sözü aydın eşitirsiniz. Başa düşdünüz bu formada. Yəni, özləri bilərəkdən demir bunu. Burası hər bir dilin intonasiyası olurdu. İndi burada da bu cür şeylər 90% halda article məsələsində bu cür şeylər baş verir. Yəni, diqqət eləməyi sizə tövsiyə edirəm. Okey, növbəti olaraq nəyə fikir verməlisiniz? S apostrof S və of-a fikir verməlisiniz. Yaxşımı? Yəni ki, siz ismin passive case of noun hissəsini bilməlisiniz. Yəni, məsələn, sizə burada deyər ki, Alsu's cat, mənim adım Alça deyil, Alsudur. Alsu's cat, deməli, burada Alsunun pişiyi deyər və yaxud da ki, nə bilirsiniz, bəlkə burada Alsu demir, Nurayın pişiyi deyər. Şaşdınız? Yəni, ona fikir verməlisiniz. Bura mən birində əlavə eləyim, plural. Plural dediyim nədir? Yəni ki, məsələn, sizə mətndə sizə nələrdən danışa bilər? Məsələn, deyək ki, Şakiradan danışır, atıram. Şakira. Şakiradan danışır və deyir ki, o belə dünyaya gəldi, filan vaxtı ilk konserti
falan behmanken belə şəkildə danışır. İndi cavab nədir? Mail about. Əsasən nə haqqındadır? Əsasən Shakira deyəcəydim. Onun haqqındadır. Və yaxud da ki deyə bilərsən ki one of the popular singers. Yəni ki, yadına saxla, one of deyəndə ondan sonra burada isim gəlir. Popular indi adjectivdir. Adjective bizim üçün heç bir problem yaratmır. Əsas siz bura sifət ismə fokuslanmalısınız, nə ona. Sifət mövzusunu buna daha çox değinəcəm. Bu formada. Yəni one of-dan sonra gələn, of-dan sonra gələn həmin bu isim həmişə cəmdə olmalı. Çünki birisi deyirsən. Birisi desə deməli orada çox şey var ki, birisi deyirsən. Məsələn dedim, burada nə dedim? Bax burada mən demişəm bu nümunəmdə. Populyar müğənnilərdən birisi. Bax belə variant seçə bilərsən. Və yaxud da ki, eləcə sadə desək ki, Shakira haqqındadır. Tamamilə o da doğru götürəcəksən bu formada. Və yaxud da ki, sənə belə bir şey versə, yəni populyar, məşhur müğənnilər, axı müğənnilər haqqında danışmadı. Və burada artıq sən plurala fikir verməlisən ki, həmin o varianta çıxasan. Müğənnilər haqqında deyil, bir dənə müğənni haqqındadır. Başa düşdün? Ümid edirəm bunu izah eləyə bildim. İnşallah burada da elə bir tapşırıq olar ki, sizə yəni daha da belə praktiki şəkildə göstərmiş olaram. Amma burada belə nümunə ilə izah etdim. Yəni siz də bunu başa düşün. Məncə aydın şəkildə dedim. Okay, article-da dedim. Növbəti end olacaq. Aha. Burada of-un o bir tərəfindən bu bir tərəfindən mütləq şəkildə fikir verməlisiniz. Məsələn, qoy bir dənə də nümunə deyim. Deyim ki, the cat of also. Bu da alsunun pişiyi deməkdir. Dediyim kimi uşaqlar, siz burada ismi yaxşı bilməlisiniz. İsmini zaten paylaşmamışam. Bir gün çalışaram paylaşım. Bu da alsun deməkdir. Dediyim kimi ofun o tərəfinə bu tərəfinə baxmalısınız. Bəlkə alsu yox Nuray deyəcək, alsu yox Nəcibə deyəcək, Naibə deyəcək və yaxud da ki ən məşhur insanlardan birisi sözünü deyəcəkdir. Başa düşdün? Yəni belə söhbətlər var. Eyni ilə də endin o tərəfinə bu tərəfinə mütləq şəkildə baxmalısan. Daha sonra nə qəribə fikir verməlisən. Bəlkə deyir ki, gələcəm. Bəlkə deyə tapşırıqda da veribsiz ki, gəlməyəcək. Axılı sinifdə deyir gələcək. Ona görə də yəni bunu belə fikir verməlisiniz. Quantifiers. Quantifiers'dan numerals. Bu ikisinə fikir verməlisiniz. Quantifiers nə deməkdir? Kəmiyyət bildirən sözlər. Bunu da izahını paylaşmışam çox yaxşı şəkildə. Bu arada quantifiers videomda paylaşdığım videolar ən məntiqli orada izah etdiyim testlər, ən məntiqli testlərdir. Testlərdən biriləridir. Təbii ki, başqa testlər də var, hansı ki, bəlkə sınaq şəklinə gətirib onları gələcək daha da paylaşarım. Amma çox gözəl testlər var. Orada da gedib baxmanı sizə tövsiyə edirəm. Hətta videonun açıqlama hissəsində qeyd edirəm bunu da. Quantifiers, many, much falan fistan onlar olanlardır. Numerals'da bunların izahı vermişəm bu arada. Numerals izahlarını yəni sayılardır. 1, 2, 3 və s. Ya da ki, saatlar bura aiddir. Məsələn, 13 ilə 30-un deyilişini səhv sala bilərsən və gedib səhv eləyə bilərsən. 14 ilə 50-nin, 15 ilə 14 ilə 40-ın, 15 ilə 50-nin belə deyilişlərini səhv sala bilərsən. Səhv salırsansa gedib mənim numarası videoma baxmalısan. Onun da linkini aşağı yerləşdirə bilərəm. Article haqqında bir dənə bir şey demədim. Article-da məsəl üçün sənə en article verirsə, en verəndə bilirsən ki, saytla deyilişir, saytla başqa şey olacaq. Verəndə isə samet. Belə bir şeydə predict eləyə bilərsən. Birazdan predict haqqında da danışacağam bu formada. Daha sonra. Hə, quantifiers'a niyə fikir verməlisən? İndi onu sənə tətbiqi formada izah edeyim. Sınağa düşmüş sual. Bax, bu sual bu güvənin sınaq 6-sıdır. Sınaq 6-sı 2025-ci ildə keçirilən, 2024 olmalıdır. 2024-də keçirilən sınaq 6. Ya 2024 ya da 2025. Tam yadımda deyil uşaqlar indi. Ya 2024 ya 2025, dekabr, yanvar belə aylarda olmalıdır. 2025 ola bilər. Dəqiq tarix yadımda deyil. Yəni lazımınız olar deyənə dəqiq şəkildə qeyd etmək istədim. Bu da dəqiq yadımda deyil. Bir dənə yadımdakı sınaq 6-da. Okay, bax məsəl üçün burada predict haqqında da dedim ki, danışacağam. Yəni to predict sözün mənasını öyrənək, ondan sonra başlayaq o haqqda söhbət eləməyə. Predict bir də prediction. Predict nə deməkdir? Proqnozlaşdırma deməkdir. Hə, ay müəllim, to forecast sözü ilə sinonim ola bilərmi? 100% ola bilər. Prediction isə proqnoz deməkdir. Yəni uşaqlar, ümumiyyətlə baxın, bir dənə bu hissəyə diqqətlə mənə qulaq asın. Sizə listeningdə desə ki, qatıq qaradır, sən də deyəsən ki, hə, düz deyirsən, qatıq qaradır. Bu həmçinin readingdə də bu cürdür. Bu formada. Amma ki,
belə bir söz də eşitmiş olarsınız. Listening and reading insanların dünya görüşünü artırır. Həqiqətən də bu o cürdür. Yəni sizə səhv bir məlumatı niyə işlətsin ki? Bəlkə sən oradan öyrəndiyini gedib həyatında tətbiq edəsən. Yəni ki, orada səhv şeylər verməzsə. Məsələn, Azərbaycan dilində eləmir. Düşünürəm ki, oradan maarifləndirici mətnlər, nə bilim elə bədii mətnlər olur, sizin belə xoşunuza gəlir və s. Yəni bax o cür şeylər, yəni oraya götürüb səhv bir şey verməyəcəkdir, düzdürmü? Yəni 99% halda sizin predictionlarınız tutacaq. Aydındır? Bu formada. İndi siz bir dənə fikir verin. Mən indi burada predict edirəm. Burada indi baxıram, deyir ki, hansı doğrudur. Bu arada bu 11-ci sinif sınavıdır. Sınav 6 2024 ya 2025 bilməm ilini yadımdan çıxıbdı. 11-ci sinif. Deməli burada bizim üçün nə deyir? Deyir ki, few trees are cut down each year for timber, crops and buildings. Bax, burada deyir ki, çox az ağaclar hər il kəsilir taxta üçün, crops məhsullar üçün, nə bilim, buildings binalar üçün və s. və axır. Uşaqlar, sizcə az ağac kəsilir? Sizcə az ağac kəsilir? Yəni bu boy dəftər kitab istifadə edirsiniz, sizcə azdır? Bu az deyil. Ona görə burada deyir düz istəyirəm, amma bu səhv olacaq. Və listeningdə dinləyəndə həqiqətən də bu səhvdir. Burada sizə bunu dinlətməyəcəm. Burada məsəl üçün yəni bunu göstərim və listeningdə də həqiqətən burada deyir many trees are. İndi uşaqlar siz bir mənə fikir verin. Buna niyə bir çox uşaq fikir vermir? Çünki few ilə a few var. Özünün sonra plural istəyir deyənə. Uşaqlar elə bilir ki, few ilə a few çox deməkdir. Sırf plural gəlir deyənə. Fikir vermirlər mənaya. Ay bala, bu elə demək deyil. Bax, bilmirsən, get mən konfers videoma bax. Baxmasan, əgər bunları bilməsən, məsəl üçün yaxşı olmayacaq. Şaşdın. Sonra, bax, məsələn, bizə burada nə deyir? Deyir ki, forests provide oxygen and help control the climate. Deyir ki, meşələr oksigen təmin edirlər bizim üçün və iqlimi idarə eləməyə kömək edirlər. İndi iqlimi bilmirəm, şəxsən, bəlkə sən bilirsən, bəlkə sən biologiya oxursan, bəlkə bilməm, coğrafiyada mı deyilir, bilmirəm, heç bir fikrim yoxdur. Amma oksigen verir, yəni bu düzdür. Düşünürəm ki, düz olacaqdır və həqiqətən də cavablarda ki, düzdür. Yəni ki, listeningi dinləyəndə daha doğrusu transkriptə baxırsan, dinləyirsən və görsən ki, həqiqətən doğrudur. Transkript haqqında da danışacağım birazdan. Deforestation is not a big problem for the planet. Deforestation, uşaqlar, forest sözünü görürsünüz. Deyək ki, sən bu sözü bilmirsən də. Deforestation'da D sözü vardı orada. Yəqin ki, meşə salınma yox, meşələrin qırılması deməkdir. Başa düşdün? Meşələrin qırılması planet üçün böyük problem deyil. Nətər deyil? Böyük bir problemdir axı. Axı, sən bilirsən, bilməlisən bunu ki, ağac olmayanda oksigen olmur da. Düşünürəm ki, bunu hər bir insan bilə bilər. İndi bəlkə istisnalar var aramızda. Amma yəni düşünürəm bilinən bir məlumatdır. Üçü də çıxmaq lazımdır. Forests cover about 30% belə deyilir. Of the Earth's land. Yer dünyanın torpaqlarının 30%-ni, dünya yerlərinin 30%-ni meşələr örtür. Tamam mı? Bunu mən bilmirəm həqiqətən 30%-dirmi? Yəni burada necə deyəcəkdirsinə 30 deyəcəksin. 13 yox. Bu haqda daha geniş numarası videomda dediyim kimi izah vermişim ki, nətər yada saxlayaq onu. 2 düzdürsə, bunlar yanlışdırsa, geriyə 4 qalır. 2, 4. Bunun qabağını bir dənə nöqtə qoy ki, məsələn, sən bunu bu cür predict etmisən. Başa düşdün bu formada. Yəni, həqiqətən də dinləyəndə də yoxlayarsan ki, bu həqiqətin elədir. Görsən, şər eləmirəm. Çünki burada bəlkə mənə oyun oynayacaqdı. Bəlkə elə şeylər deyəcəkdi ki, bəlkə mənim bilgilərim yanlışdır. Başa düşdün? Ona görə nöqtə qoy. Dinləyəndən sonra tam əmin ondan sonra şər elə. Sonra, indi burada açıqdır. Amma qapalı suallarda deyil. Biraz sizə açıq sual göstərəcəm. Qapalı suallarda da belə bir şey olur. Ona görə yəni 9'lar. Bu videonu izləyən 9'lar deməyin ki 11-ci sinifdir. Baxmayın bu hissəsinə. Baxın. Çünki bu 9'larda da olur. Sadəcə olaraq indi 11-ci sinifin sınavı əlimə düşübdür deyə. Yəni o cür göstərirəm. Məsələn, burada bizə deyir ki complete the sentence. Bu sizə də düşür də. Deyir forests help. Prosta siz yazılı şəkildə özünüz yazmırsınız da variant seçirsiniz. Qulaq as. Deyir meşələr kömək edir. İndi bu ayaqlarına bax. Help control the climate. Vso da, budur da cavab. Vso, bunu götür beləcə ox qoy. Denən ki, bura gətir qoy belə. Denən ki, bax, burada belə baxacaq. Yəni belə. Bu formada. Yəni, desə götürüb yazacağım. Amma yəni belədir. Amma bunu bir dənə yazanda 2-də 1 bal verir. Çünki bunun davamı da var. İndi listening dediyim kimi yerinə qoşmayacağım. Bunun davamı da var. Onu da yazmalıdır ki, tam bal alsın. Yəni, 10 yazan şagirddə də 2-də 1 bal vermişdilər. Bu formada. Başa düşdün? Yəni, belə şeylər, bax, görürsən, birinci yarısını burada veribdir. Belə şeylər qapalılarda da olur. Ona görə çox diqqətlə baxın.
Davam edin. Yəni bu quantifiers'in çox böyük bir önəmi idi burada. Hətta bəzilərini də burada sizə izah etdim. Məsələn, notu izah etdim burada. Açıq sual bir-birinə əvəzində belə şeylərə fikir verəsiniz. İndi davam edirik izaha. Numeralsın izahını verdim ki, nəyə görə vacibdir? Adjectivedən adverb. Hə, bəlkə sənə tapşırıqda veribdir ugly, çirkin, bəlkə listening deyəcək gözəl. Və yaxud da adverb də deyəcəkdir ki, o yavaş-yavaş yeriyir. Və görsən, hərəkət aid edirəm. Çalışacağım bunun izahını verməyim imtahana kimi. Bəlkə sənə deyəcək listingdəki sürətli yeyir. Püşdün. Bu arada fəsl deyə bir şey yoxdur. Yaxşı, izahını verəcəm. Yəni belə, bunun izahını verdik. Pluralın da izahını verdik. Predict eləməyin də izahını verdik. Bu da belə, qutardı getdi. Sizə indi videonun qapağında da o gördüyünüz o söz heç harda eşitməmisiniz bu məsləhəti. Bilmirəm, bəlkə də bunu eləyirsiniz. Bəlkə də bayaqları mən eləyəndə fərqinə vardınız. Uşaqların çoxsu bilirsiniz nə eləyir? Tərcümə eləmir. Bax, 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 bax. Dönüm nöqtə budur. Sən onu tərcümə etməlisən. Başa düşdün? Sənə burada ilk öncə yadında saxla. Mainly about lazım deyil. Mainly about ən axırda listening səs yazıla biləcək bir yerdir. Başa düşdün? Bu formada. Yəni ki, sən bax, bunu çıxandan sonra bir dənə sualın burada qaldı, bir dənə sualın burada qaldı, bir dənə, üç dənə sualın qaldı sənin. Düşdün. İndi bəzi tələbələr deyəcək ki, indi bunu da true false-da 4 dənə cümləsi var, ay balam. İndi gözümüzdə balacalaşdırırıq da, artıq əsil şeylər danışmayın. Yaxşımı? 3 dənə sizin sualınız var. Yəni gözünüzü böyütməyin. Həqiqətən bəzi tələbələr gözündə psixoloji olaraq da böyütdüyü üçün bu onlara çox pis təsir edir və gedirlər həyəcanlanırlar, özlərini itirirlər. Sakit olun. Bu formada. Mən laboratun axırda yazırıq. Bu arada üstünə belə x qoymayın imtahanda. Ruçka ilə falan yazarsınız. Sonra orada hərfi falan görməzsiniz, eləməzsiniz. Biabr eləməyin bizə. Aha, nə demək lazımdır? Bu sualı o vaxt yazacaqsan ki, sən bunları zaten başa düşdünsə və bunları yazınsın. Zaten mail about yazarsan. Başa baxlar ki, dediyim o məsələ. Və Şakirə də məsələn nümunə vermişdim. Şakirə nə əlaqə? Yəni belə başa düşdün bu formada. Tərcümə etməlisən. Tərcümə niyə? Çünki mən tələbəyə deyirəm ki, listeningdə nə haqqında danışacaq səncə? Mənim üzümə baxır. Deyirəm oxudun, deyir hə oxumuşam. Sən amma tərcümə etməmisən. Sən zaten bu videoya baxmaq məqsədin odur. Çünki sən ingilis dilində dinləməyə aşina olmamısan. İngilis dilində dinləməyə aşina olsaydın bu videoya gəlməzdin ki, görüm hələ, bəlkə indi istisnalar var aramızda, elə belə gəlib, kefindən bu videoya baxmağa gəlibdi. Amma yəni siz ingiliscə aşina olmamısınız. Yəni oxuyan kimi siz tuta bilmirsiniz sizə orada nə deyir. Gərək sizə tərcümə lazımdır. Çünki beyninizin içinə ingilis dilini yeritməmisiniz. Başa düşdün nə demək istəyirəm mən sənə? Ona görə də sənin üçün çox vacibdir tərcümə etmək. Bax budur. Kilit nöqtə budur. Başa düşdün? Bu formada. Sən bunu beynin içində Azərbaycan dilinə tərcümə etməlisən. Ümid edirəm, yəni mən bunu vurğulayaraq söyləyirəm. Bu çox vacib bir hissədir. Yəni bunu eləyən şagird, mən bunu deyandan sonra deyir ki, mən də buradakı bütün hər şeyi eləyirəm, hər gün dinləyirəm, hər nə edirəm, amma bax bu balaca bir şeydir də tərcümə eləmək teması. Mən onu eləmirdim deyənə alınmırdı, sizdən sonra alındı. Bax mən bu dediklərimi də elə, görün sən də alınacaq ya yox. Aydındır? Bu formada. Qutarda getdi. Yəni də sən burada bunu nə edəcəksən? Tərcümə edəcəksən hər birinə bircə və predict eləyə. Məsələn, qabağına nöqtə qoyarsan ki, bax bu ola bilər. Bu qabağına nöqtə qoyarsan ki, bax bu ola bilər. Başa düşdün bu formada. Sonra bax bunu da eyni ilə. Hətta burada Bakı bulvarından danışır. Bakı bulvarında düşünürəm ki, Bakıya getmiş insanlar da məsəl üçün öz təcrübələrindən danışacaq da. Yəni uşaqlar, sizə belə çox belə necə deyim? Baxla dediyim kimi qatıq qaradır desə, sən deyəsən qaradır, amma qatığın qara olması başqa məsələlər var. İndi fikir ver. İndi sən tez bunu eşitdin deyənə gedib qatıq qaradır, işarə eləmə. Burada da deyir qatıq qara idi. Elə onu işarə eləmə. Sən nətər oyun oynaya bilərsən? Çox belə dərinə getməyəcəm, narahat olmayın. Amma yəni belə məsələlər olur. Məsələn, görürsən ki, hə, bəs mən bu eşitdim ki, qatıq qaradır, amma yan yörəsindəki cümlələrdə, o tərəfində, bu tərəfində olan cümlələrdə açıqlama verir. Deyir ki, qatığın rəngi qara deyil, ona qara rəng boya atmışıq deyənə o qara rəngi olubdur. Bax bu formada. İndi qatıq qaradır, uşaqlar. Qatıq qara deyil, sadəcə boya atıbdır. Başa düşdün? Bu formada. Məsələn, variant versə ki, boyanmış qatıq, sən deyəsən ki, hə, bax budur cavab.
Başa düşdün? Yəni qatıq qaradır sözünü eşidən kimi gedib onu işarələməyin. Onun bəlkə açıqlamasını verir. Yəni burada artıq nə deməkdir? Cümləni eşidən kimi yazacağam deyə bir şey yoxdur. Deməli mən o mətni anlamalıyam. O listeningdə mənə nə deyir? Bu formada. Amma narahat olmayın. İmtahanı o cür formatda çətinlikdə salmayacaq. Yəni eşidən kimi gedib tapıb yaza biləcəyiniz formatda olacaqdır. Heç bir şəkildə narahat olmayın. Amma belə listeninglərdə ola bilir. Yəni olmayacaq deyə bir şey yoxdur. Yəni sırf sizdən anlayışı tələb eləyən. Yəni məsələn burada görə bilərsiniz ki, ardında burdakı sözün heç birini demir. Sırf sən konkret başa düşməlisən və orada həmin o sözün mənasını qoruyan cümləni gedib seçməlisən. Başa düşdün? Bax belə hərəkətlər eləyə bilərlər. Ümid edirəm izah edə bildim bu qatıq qaradır temasını. Yəni ki cümləni eşidən kimi qaçıb yerinə qoymamaq, sırf onun mənasını başa düşmək. Ümid edirəm izah eləyə bildim bunu bu formada. Amma dediyim kimi narahat olmayın, bu cür dərinliyə getməyəcək. Yəni konkret eşidəsən, sonra da gəlib onu bura yazasan. Bax o formada olacaqdı. Belə. Heç nə. Yəni burada məsələ nə idi? Məsələ burada tərcümə eləmək. Yox, tarda getib buradakını da eyni ilə. Hətta elə olacaqdı ki, bir dənə məsələ haqqında 2 dənə yerdə danışacaqdı. Artıq sən özəsən tərcümə eləyəndə, məsələn, uşaqlar olur, bilmir ki, hansından başlasın birinci. Uşaqların qarşılıq olur. Sualların yeri qarşılıq olur. Başa o qarşılıq olur və siz elə tərcümə eləyib artıq sualların yerini bilməlisiniz ki, listeningdə deyək ki, nəyisə eşitdin, sən biləsən ki, aha, bu cümlə hansı tapşırığın cavabı ola bilərdi. Məsələn, gəlib burada ola bilərdi. İndi birazdan göstərəcəm məsəl üçün. Başa düşdünüz? Yəni bax bu formada deyirəm, izah eləyə bildim. Belə. Yəni məsələn elə də olacaqdı ki, bir dənə cümlədə 2 dənə tapşırığın cavabı olacaqdı. Yəni belə bu formada. Başqa nəsə demək istəyirəmmi? Yox, heç nə. Bir də işləyəndə, qabağınıza bu kağızı qoyub işləyəndə, bilmirəm, belə bəlkə PDF-lərdən işləyirsiniz, bəlkə çıxartdırırsınız. Bir neçə dəfə çıxartdırıb eləməyinizi və yaxud da ki, sınağa getmək mümkündürsə, əgər ona getməyinizi, ən azı 2 dəfə özünüzü sınaq eləməyinizi tövsiyə edirəm. Getməsəz belə evdə özünüz eləyin bu formada. Niyə? Çünki çatdırmaq məsələsinə baxın, görün sizdə indi necədir. Sınağa gedəndə necə sınaqdan istifadə etmək lazımdır. Mənim bir videom var. Orada danışmışam ki, ingiliscə necə öyrənək buraxılış üçün. Belə bir videoda onu da açıqlama hissəsində linkini qoyaram. 3 dənə video demişəm uca, yadından gərək çıxartmayım qoymaq üçün. Hə, bax, gedib ona da baxa bilərsən ki, yəni sınaqda nə etmək lazımdır. Ən son dəqiqələrdə danışmışam bu sınaq haqqında. Bu formada. Başqa nəsə demək istəyirəmmi görəsən? Hər şey haqqında danışdım. İndi nə edəcəyik? Mən deməli tərcümə eləməyəcəm. Buradakı listeningi işləyəcəm, amma heç birini tərcümə eləməyəcəm uşaqlar. Cəmi bircə dəfə qoşacağam buradakı listeningi ki, bu videonu izləyənlər görsün. Tamam, nəyə görə belə bir şey deyirəm? Çünki videonun vaxtı zaten indi uzun oldu. 16-17 dəqiqədə artıq danışıram. Yəni bundan artıq olmasın deyənə mən bunu yükləyəcəm dediyim kimi Telegrama, gedib Telegramdan əldə eləyərsiniz listeningi də və bunu da gedib evdə özünüz bir dəfə daha da işləyin bu formada. Yəni belə. Başqa nəsə demək istəyirəmmi? Demək istəyirəm, bəli. İndi birazdan biz sizlə birə transkript görəcəyik. Transkript nə deməkdir? Qoy bunları silə danışım. Transkript o deməkdir ki, listeningin yazılı versiyası. Yəni listeningdə nə deyir? Sizin orada belə mətn formasında hər şey yazılıb ki, indi birazdan göstərəcəm. Off versiyası və siz məsələn elə şagirdlər var ki, deyir müəllimə, mənim lüğətim zəifdir. Mən nə edeyim bu günlərdə? Artırmaq mümkündürmü bir-iki həftəyə? Mümkündür. Nə etməlisən sən? Listeningi dinlədiyin transkriptini əldə etməlisən sən onun. Və məsələn mən öz şagirdlərimə elə sınaqlar və s. olur ki, onların transkripti olmur. Məsələn bu sınağında transkriptləri yox idi, amma mən bunun transkriptini çıxartmışam. İndi birazdan yazılı formada görəcəksiniz. Öz şagirdlərim üçün çıxardırım. Öz müəlliminizdən xahiş edə bilərsiniz ki, sizin üçün də bunu çıxartsın. Məsələn dəstək olmağımı istəsəz, mənim dərslərimə qatıla bilərsiniz. Sizə dəstək ola bilərəm, az vaxt qalsa da, yəni məşğul ola bilərik sizlə bir yerdə bu formada. Belə, transkriptdən öyrəndiyiniz sözləri çıxartmalısınız, buradan öyrəndiyiniz sözləri çıxartmalısınız. Mənə 100% bax, sənə deyirəm ki, 100% mənə əmin ol ki, sözlər təkrarlanır. Başa düşdün? Yəni buradan öyrəndiyin bir dənə söz öyrəndin. Bu deməkdir ki, sənin imtahanda bir dənə sözün 100% hazırdır. Başa düşdün? Bu formada. Belə. Ümidlərim izah eləyə bildim. Burada da adcanadı lüğətə də toxunmuş oldum. Bir bunları öyrən lüğətə görə, bir də nəyinə? Sinonimdən antonimlər.
Bu videodan sonra gedib Telegram kanalıma yükləyəcəm. Onları da eləyərsən. Başa düşdün? Bu formada dedim ki, uşaqlar, mən bunların tərcüməsini etməyəcəm hamısını. Siz özünüz tərcümə eləyərsiniz. Hətta belə yaxınlaşdırın. Bəlkə kimsə silib tərcümə eləmək istəyir. Telegramınız bəlkə yoxdur, bilmirəm. Yəni hər kəs üçün əl çatan olsun. Yəni belə, gəlin bunları tərcümə eləyin, bir-bir baxın hər şeyinə. Ondan sonra listening-i indi qoşun, beləcə də həll eləyin. Sonra da mənlə bir yerdə transkripti qabağımıza qoyub yoxlayacağıq. İndi listening-i mən qoşacağam və burada da listening-in siz transkriptini görürsünüz. Buradan da baxa bilərsiniz. Bunu tərcümə də eləyə bilərsiniz. Sözlər çıxardan az öncə dediyim kimi sizə çox şey verəcəkdir o. Amma sözlər çıxartma eləməyi bilmədiyin sözlərə listening-i eləyib qutarandan sonra baxın ki, mən sözü bilməyən vaxtı mən necə işləyirəm o listening-i. Başa ən axırda öyrən sözləri bu formada. Elə bir ki, imtahandasında, yəni o cür. Belə, mən burada listening-i qoşacağım. Dinləyə-dinləyə buranı necə deyərlər, izləyə də bilərsiniz və yaxud da ki, elə buradakı sualları, bura yox. Buradakı 4 dənə sualı da işləyə bilərsiniz. Tamamilə sizə qalıbdır, nə etmək istəyirsiniz. Yəni bu cür hər birini burada sizin gözünüzün qabağında qoyuram. Bu formada getdik. The seaside boulevard, Baku Boulevard, is a jewel in the crown of Azerbaijan's capital. It's one of the world's longest seaside public places for walking. The boulevard boasts a rich variety of services, including restaurants, cafes, attractions for all ages, shops, concert stages, and sports complex, making it a beloved place for both locals and visitors. Lined with green trees and well-maintained greenery, the boulevard is a picture of elegance and order. It's particularly attractive in the evening when the coastline sparkles with lights, creating a magical atmosphere. For a bird's eye view of Baku, visitors can take a ride on 60-meter Ferris wheel. The boulevard also offers bicycle rentals and opportunities for boat or yacht excursions on the Caspian Sea. Other important attractions along the boulevard include the Carpet Museum, Little Venice, the Deniz Mall, and Park Boulevard shopping centers, providing different experiences. Bu qədər sayıda. Burada bir dənə hərf səhv olub, bunu şairlədim. Belə, bitdi. İndi dediyim ki, mən sizə tərcümə eləməyəcəm bircə, çünki video dediyim kimi çox uzun oldu. Daha da uzun olmasın deyənə özüm tərcümə etməyəcəm. Amma bunların cavabları nəyə görə həmin o cavablardır. Məsələn, 78-ə fikir versəz, deyəsən burada A variantıdır. Bəli. Niyə məsələn 78 A variantıdır? Bax, bu formada izah edəcəm. İndi buradakı məsələ nədir? Aha, məsələn 78-ci sualda bizə burada nə deyir? Deyir ki, Bakıya quş baxışı baxmaq üçün ziyarətçilər nə edə bilərlər? Quş baxışı baxmaq nə deməkdir? O söz hardadır? A bird's eye view. Bu nə deməkdir? Quş baxışı baxmaq. Yəni ki, elə bir hündür yerə çıxırsan ki, hər yeri görürsən. Məsələn, bilmirəm bilirsiniz ya yox, Londonda, London sözü bu arada İngiliscə London olaraq deyilir. Orada London eye var, yəni Londonun gözü var. O da nədir? O çarx olur belə, bilmirəm buna nə demək lazımdır Azərbaycanca? Karusel. Və siz çıxırsınız, belə hər yerində də belə balaca kupe kimi yerlər olur. Sırğaya oxşatdım mən bunları. Bax, belə yerlərdir və ən zirvəyə çatdıqda siz hər yeri görə bilirsiniz. Bax, bu formada. İndi bax, bizim üçün burada bax, B, C, D, E variantlarına bax, görəcəksən ki, heç birində hündür yerdən söhbət getmir. Bax, burada hündür yerə çıxıb, bird's eye, yəni quş baxışı baxmaq üçün sən hündür yerə çıxmasan da, bax, elə bir yeri A variantında görürsən, bunu sən belə proyekt edə bilirsən, nöqtələmək məsələsi dediyim bayaqları. Bax, elə də eləsən tapacaqdın və həqiqətən listeningdə də onu deyir. Deyir ki, onlar o karuselə minə bilərlər bunun üçün. Və həqiqətən də listeningdə də elə deyir ki, for a bird's eye view of Baku, Bakıya quş baxışı baxmaq üçün ziyarətçilər 60 metrlik həmin o dönmə çarxına, yəni ki, karuselə minə bilərlər. Bir dənə fikir ver, sən burada da deyir ki, həmin o dönmə çarxı 60 metrdir. Deməli, bu nəymiş? Truymuş. Fikir verdin? Allah. Bu qədər sayıdır. Demək ki, bir dənə yerdə sən bir cümlədə 2 dənə cavab da işləyə bilərsən. Bax, o məsələ bu məsələ idi. Tamam. Sonra baxaq burada 79-a.
Aha, deyir ki, the seaside boulevard is lined with. Həmin bu dəniz kənarı bulvar nə iləsə düzülüb. Is lined, bir dənə fikir verib, passive voice-dadır, yəni məchul növdədir. Kimsə tərəfindən düzülüb. Nə ilə düzülübdür? Məsələn, ətrafında bəlkə, nə bilim, atlar var. Nə bilim, ətrafında bəlkə muzeylər var. Ətrafında bəlkə shoplar var, restoranlar var və s. Zaten burada da elə variantları görürsünüz. Amma burada A variantıdır. Bir dənə fikir ver, cavab hardadır? Aha, buradakı cümlədə bax, şərhlədiyim cümlədə bizə deyir ki, deməli, bax, deyir, yaşıl ağaclar və deməli, səliqəli, baxımlı yaşıllıqlarla örtülmüş deyəcək, düzülmüş deməyək indi, örtülmüş bulvar is a picture of elegance and order. Yəni ki, həm elegantlıq, yəni zəriflik, həm də ki, səliqə-səhman mənzərəsidir. Bu formada belə bir mənzərəsi var bulvarın. Yəni belə oldu nə? Green trees and well-maintained greenery. Bu formada. Gördün, bax bu cümləni sənə konkret deməlidir. Sən bunu konkret başa düşməli idin. Bayaqları o dediyim başa düşmə teması. Əla. Sonra 80-də deməli, ikinci ayətini izah etdik. Burada true olacaqdır. Buranı sən tərcümə eləsən, dedim ki, tərcümə eləməyəcəm ki, çox vaxt getməsin. Burada bizə tarixi əhəmiyyətindən söhbət getmədi, yəni biz bunu false götürəcəyik. Yəni bulvar sanki burada deyir ki, öz tarixi əhəmiyyəti üçün götürülür. Yox, o tarixi əhəmiyyət haqqında heç bir məlumat verməyibdir. Ona görə biz onu götürmürük. Deyir ki, bulvar sadəcə olaraq, bax bir dənə də qayda buradan çıxdı, möhtəşəm. Sadəcə olaraq deyir only. Only deyəndə 99% səhvdir. Amma 1% ehtimal var ki, listeningdə bəlkə də həqiqətən də only deyir. 99% halda bu yanlış. Deyir ki, sadəcə olaraq turistlər arasında məşhurdur. Bax, deyir ki, əvvəlki hissələri də uzaq söyləməyəcəm. Deyir ki, daha sevimli bir hala gətirir bunlar. Həm yerlilər üçün, for locals and visitors. Həm yerlilər, həm də ki, ziyarətçilər. Həm turistlər, həm yerlilər üçün yaxşıdır. Bu formada başa düşdün. Yəni, burada only dedisə, sən bunu false olaraq götürə bilərsən, predict edə bilərsən, listeningdə də dinləyəndə bir dəfə də elə əmin ola bilərsən ki, bu həqiqətən false-dur ya true-dur bu formada. Super. Sonra bizim üçün burada nə deyir? Deyir ki, there are opportunities for boat or yacht excursions on the Caspian Sea. Deyir ki, dedim tərcümə eləməyəcəm, amma elədim. Xəzər dənizində həm qayıq, həm də ki, yaxta ekskursiyaları üçün müəyyən şanslar var. Şans, yəni belə bir fürsət var ki, yəni siz gedib orada qayıq və yaxud da ki, yaxta ekskursiyası eləyəsiniz. Yəni belə şeylər təklif olunur orada. Yəni görək bu hardadır. Bax, burada görəkdə şərhlədim. Deyir ki, deməli, həm burada bulvarda, həm də velosiped icarəsi mümkündür. Həm də burada müəyyən opportunitylər var. Yəni belə bir imkan var ki, Xəzər dənizində qayıq və yaxud da ki, yaxta ekskursiyaları eləyərsiniz. Deməli bu nəymiş? Bu da truymuş. Başa düşdün? Yəni görək Meyonla Bəxtda bizim üçün nə deyəcəkdir? Deyir ki, A variantında deyir Bakının ticarət mərkəzlərinin inkişafı. Ticarət mərkəzindən söhbət getmir, bulvardan söhbət gedir. Özü burada fikir deyir shopping centerları. Shopping center məsələn burada var, məsələn bizə restoranlardan danışır, kafelərdən və s. danışır. Shopping yerindən danışır bilər, amma Meyonla haqda deyil axı. Bir dənə də mənə bir fikir ver. Meyonlaya nəyə fikir verəsən? Əsasən nə haqda danışır o? Məsələn, sənə deyəcək ki, alma haqqında danışacaq. Deyəcək, alma hansı rənglərdə ola bilər, hansı ölkələrdə daha qəşəng çıxır? Daha sonra hansı vitaminlər var onun içərisində? Sonra onlardan danışacaq. Bunlar nə rəngdə olur? Onların növləri nələrdir? Sonra nə bilim axı, nədir onun adı? Məsələn, sənin üçün onun içində hansı vitaminlər var, hansı ölkələrdə çıxır? Eynisini armud üçün də deyir. İndi bu təkcə armuddan danışdı. Armuddan danışdı dedirsə, sən deyə bilərsən ki, nardan da danışdı, o birindən də danışdı, almadan da danışdı. Yox axı. Burada meyvələrdən danışdı desən daha doğru olacaq. Yəni ümumi bir şey götürəsən. Yəni sırf məsələn nardan danışsa gedib narı götürüm, yox. Bəlkə də B variantında dediyi şeydən həqiqətən də danışaq da, amma Meyonla haqda olmalıdır. Əsasən yəni ümumi yanaşmasın. Bir dənə cümlədə o haqda söhbət gedir, yəni onu götürmə. Sonra məsələn B variantında deyir ki, Azərbaycanın məşhur attraksiyonları. Məsələn burada deyir ki, müxtəlif yaşlar üçün attraksiyonlar var. Attraksiyondakı o əyləncə mərkəzindəki attraksiyonlar, Amerikanski gorki falan. Yəni elə şeylər. Bir yerdə söhbət getdi. Əsasən o haqdadır. Yox, bulvardan danışaq da. Ona görə B-də getdi. The History of Baku, Bakının tarixi. Yox ha. Sports facilities in Baku. Bakıda idman obyektləri. Yox axı.
İdman yerlərindən danışdı bax. Fikir ver, deyir ki, sports complexes, idman kompleksləri var, okey, amma əsasən o haqdadırmı? Deyil. Ya variant uyğundur. Deyir ki, Bakının məşhur dənizkənarı məkanı. Ay sol. Bu qədər sadə. Başa düşdün? Yəni ona görə də bax burada bunu seçirik. Ümid edirəm aydın oldu. Sizin üçün hər şey bir dəfə də gedin buna qulaq asın. Transkriptdən öyrəndiyiniz sözləri çıxardın. Mütləq öyrəndin, qabağınıza çıxacaq. Əgər bax az qalıbsa, vaxtın kim tənbəllik eləyibsənsə, indi sən nəticə yığmazsənsə, sən məni eşitməlisən. Məni eşitmədinsə də mənim sözüm yoxdur. Bir də buradakı tapşırıqlardakı sözləri də özün üçün götürüb öyrənməlisən. Qurtardı, get. Dairə nə istəyə bilərsən ki, işinə. Burada sənin üçün hər şeyi söylədim. Belə, ümid edirəm hər şey sənin üçün aydın oldu. Sağ ol, özünə yaxşı bax, uğurlar. Və bir dənə reklam da eləyim. Əgər ki, dediyim kimi, mənim dərslərimdən yararlanmaq istəyirsənsə, nələr çox da gec deyil, nələrsə eləmək mümkündür məsuliyyətli şagirdlərlə. Əgər ki, dərslərimə qatılmaq istəsən, buradakı nömrəmlə əlaqə saxlaya bilərsən, mənimlə birlikdə mənim xüsusi vəsaitlərimi işləyə bilərsən bu formada. Məsələn, sənin üçün paylaşmışam. Postlar hissəsini YouTube-un baxa bilərsən ki, orada mənim düşmüş suallarım var. Yenə də 13 apreldə də, 20 apreldə də, 27 apreldə də elə olacaqdır. Mütləq elə olacaqdır. Bu formada bu nömrə ilə əlaqə saxlaya bilərsən. Ümumi olaraq da əgər ki, gələn il üçün hazırlaşmaq istəyirsənsə, yenə də qısa zaman ərzində çalışacağam ki, sürətləndirim qruplar açmağı və həmin o dərslərimə də qatıla bilərsən. Bu formada ümid edirəm sənin üçün faydalı oldu. Çox sağ ol, özünə yaxşı bax.